Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti aparatının Sosial Xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. Bununla bağlı baş prokurorluq məlumat yayıb, bildirdib ki, Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb. Məlumata görə Azərbaycan Milli Elmlər Akademiyasında baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət məcəlləsinin 179.4, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə və 308.2, yəni ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin olunub. Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov baş prokurorluğa dəvət olunub və ona qanunvericiliyin tərəfləri izah edilməklə rəsmi xəbərdarlıq edilib. Qeyd edək ki, bugün yerli mediada Elton Məmmədov barəsində cinayət təqibi aparılması ilə bağlı məlumat yayılıb. Bundan sonra Elton Məmmədov həmin məlumatın doğru olmadığını qeyd edib. Əlavə edib ki, ümumiyyətlə o istintaqa cəlb edilməyib. Onu da qeyd edək ki, Elton Məmmədov və qardaşı keçmiş Nəqliyyat Naziri Ziya Məmmədov Ramiz Mehdiyevin sadiq adamları kimi tanınırlar.